Nələr Mən deyim, südü. eşək südü, sarımsaq, sonra bilmirəm nə. Doktor, doğrudan xeyri var onun. Məsələn, eşək südü ilə sarımsaq. İndi ayrılmışıq, eşəklər üçün fermalar tikilir Türkiyədə. Kesin Azərbaycanda da var. Var, olmalı. Məhz onun südünə görə o biznesin artıq indi ayrılmışıq. Görə film çəkilib 54-55-ci illərdə, 1900. Biz amma hələ indi ayrılmışıq. Bu insanlar üçün ən qiymətli olan vasitələrdən biri dediyim, dünyada eşək südü qədər insana yaxın ana südündən sonra təbii ki, ikinci süd yoxdur. Ən yaxın, ən baha, ən əlçatmaz süd eşək südü. Bəs doktor, üzr istəyirəm, sözünüzü kəsdim. Bu keçi südü necə? Keçi südü eşək südündən sonra. Hə? Bəli, xeyli sonra. Təsəvvür elə keçi südü bişirilir, eşək südü bişirilmir. Bu qədər təmizdir. Onu düz deyir. Göy öskürəkdir, əvəzsiz. Öskürəkdə? Göy öskürək. Göy öskürəyin dərmanı odur. Yine dərman nə eləyirsən elə? İstifadə eləmişəm. Çünki üzr istəyirəm böyüklərimizdə mənim qızımda göy öskürək var idi. Onu təsəvvür eləyin, yayda apardıq, eşək südü. Hə, eşək südündən çox baha idi. Hə, onu biz Eşmişəm 50 manat, 100 manat. sağaltdıq elə. Sən ucuz vaxtını eşidirsən. Doğrudan. Ucuz vaxtını. Hal-hazırda reklam gedir. Bir şey varsa onun. Bu da şeylər reklam. Bu eşeğe de koymadılar axı. Eşək. Eşeğin de fermasını açtılar Qaradağda. Və qalxdı. Burada Azərbaycan qarağı. Bəli. Qalxdılar ayağa. Qılıncı çəkdilər. O firmanı bağlatdılar. İndi insanlar yazıq olublar. Rayonlardan, yayın istisində o 50 qram, 100 qram eşək südü, 200 qram eşək südündən ötəri ona xahiş. Kimlərin var? Mənə çıxırlar ki, bəlkə tanıyırsan. Mən məcbur olmaq axtarıram, görüm kim. Mənim nə əlaqəm var? Mən danışa bilərəm həkim kimi bir. Yəni əziyyət zülm verir. Türkiyədə eşək fermaları, eşək südündən pendir, eşək südündən hər şey. Sən eşək südünü niyə qoymursan ki? Belə baxanda Niyə qoymursan? Nədir səbəb? Səbəb nədir? Yazmışam, paylaşmışam. Mənə nələr yazırlar bilirsən? Tərbiyəsiz, özündən böyük, kiçik olmayanlar ki, sən ana südünə, mən ana südünün ona nə dəxli var? Deyirəm, ən yuxarısı ana südüdür uşaq üçün. sonra bunu